Başladım. Molla Pənah. Ben başladım. Yaman yüzü ortadı. Molla Pənah Vagif. Ben markayı hara koydum. Molla Pənah Vagif. Molla. Bu onun ləqəbidir. Ləqəbidir. Pənah onun adıdır. Vagif onun təxəllüsüdür. Təxəllüsüdür. Adı Pənah. Mollanı ona cemaat deyil. Belə müraciət ediblər, molla. Niyə? Çünki belə bir atılan misalda var. El arasına qalıb deyir, hər oxuyan Molla Pənah olmaz. Molla Pənah olmaz. Bunu ona görə deyirlər ki, Molla Pənah Vagif dövrünün o qədər savadlı insan olub. Elm Füzuli kimi. Bu həm dini elmlər mükəmməl bilir, bu şəxs, həm də dünyəvi elmlər mükəmməl bilir. İlk təhsili mədrəsədə alıb, mədrəsə bilirsiniz də var mı? Dini təhsil ocaqdır. İlk mükəmməl mədrəsə təhsili alıb amma dini elmlər də bilir, dünyəvi elmlər də bilir, ərəb, fars dillərini mükəmməl bilir, 3 dil bilir, ana dili, ərəb dili, fars dili. Və o qədər savadlı insandır ki, o qədər bilikli, elmli insandır ki, ona görə cəmaat ona molla. Molla hörmət əlaməti olaraq deyirlər. Yəni, necə bugünkü gün müəllim deyə müraciət eləmirlər. Bəs Füzuliyə necə müraciət edirdilər dövrün insanlara? Mövlanə. Yəni, bizim ağamız. Hörmət əlaməti olaraq elə deyirdilər. İndi bunun devrində də hörmət əlaməti olaraq savadlı, bilikli olduğuna görə ona molla deyirlər. O ləqəbidir, cəmaat qoyur onu. Amma Vagif təxəllüs özü götürür. Vagif hər şeyə vaqe olan, hər şeyi bilən, hər şeydən başa çıxan, yəni hər şeydən duyan, anlayan. Vagif onun təxəllüs. Qazaxda dünyaya göz açıb, Qazaxın Qıraqsalahlı kəndində. Qazaxlıdır, Səməd Vurğundan yeri. Sən də Qazaxlısan? Hə. Dedim, əgər yerindirsə görürdü, bax. Oradan olmağından. Qazaxın Qıraqsalahlı kəndində dünyaya göz açıb, elə Qazaxdaykəndən məşhurlaşmağa başlayıb, adsan çıxarıb, sonra gəldi Şuşaya köçdü. Şuşaya köçəndə orada da məşhurlaşdı. Hətta sədası getdi İbrahim xana çatdı. Qarabağ xanı İbrahim xana çatdı. İbrahim xan da onu özünə eşik kağası təyin elədi. Eşik kağası bizim bugün xarici işlər naziri. Xarici işlər naziri təyin elədi. Bugünkü gündən götürsək. Vagifin nüfuzu sarayda artdıqca artdı. Bunu da kim həzm eləyə bilmirdi? İbrahim xanın ya qardaşıdır, ya qardaşı oğlu. Tarixə gedənlər bilər, Məhəmməd Cavanşir. Onun qardaşıdır, ya qardaşı oğlu. Mən bilən qardaşı oğlu olmalı. İbrahim xanın qardaşı oğlu. Ən çox da həzm eləyə bilməyən oydu. Vagifin, yəni belə taxıllığını çəkən oydu. Elə sonludur. Vagif həyatından, həm Vagifin belə deyim, tarixdə adı var. Ölkənin Qarabağın siyasi məsələlərini, yəni dedimlər, siyasi məsələlərini həll edirdi. Çünki çox ağıllı, uzaq görən idi. İbrahim xan həmişə onu qabağa verirdi və şeylə məsləhətləşirdi. Vagiflə məsləhətləşirdi qərar verərkən də. Yəni, həqiqətən siyasətdə də rolu böyükdür, ədəbiyyatda. Ədəbiyyatın yaradıcılığına gələndə, bundan, həyatından danışmıyor, sonra yaradıcılıq. Vagif, bilirsiniz ki, Ağa Məhəmməd Şah Qacar Şuşaya hücum çəkdi. Şuşaya hücum çəkəndə Şuşa qalasını 33 gün mühasirədə saxladı. Hətta onu mühasirədə saxlayanda Qacar bir neçə dəfə hücum elədi. Məncə bir dəfə, iki dəfə deyəsən hücum elədi, ala bilmədi, geri çəkildi. Sonra məktub yazdı İbrahim xana. Dedi, fələyin mancanağından fitnə daşları yağır. Sən də dedi, əbləhcəsinə dedi, Şuşa içərisində oturmuşsan. Demək, Şuşa qalasını, söhbət var. Şuşa qalasını Şuşaya bənzətdi. Fələyin mancanağından yağan daş da özünü və qoşununu dedi. Yəni, Şuşa qalasını almaq mənim üçün Şuşəni daşla vurdurub sındırmaq kimi bir şeydir. Bu qədər asandır mənim üçün. Əbləh də axmaq deməkdir. Dədə Qorqudda var, yadınıza gəlir, əbləh ola bilər. Yəni, səncə orada da var. Axmaqcasına tarixi sözdür, bugün arxaizmdir, köhnəlib çıxıb dedimsən. Sən isə deyir, axmaqcasına o Şuşa qalasında oturmuşsan, yəni təslim olunmaq istəyir. İbrahim xan da çarəsiz qalır, ona görə Vagif çağırır, məktubu göstərir, məsləhətləşir ki, belə.
Vaqif də götürür ona məktub yazır, cavabında yazır, deyir, əgər məni qoruyan mənim tanıdığımdırsa, tanıdığım yəni Allah'a deyir, əgər məni qoruyan Allahdırsa, məni elə Şuşa içərisində də salamat saxlayır, sağ saxlayır. Elə həqiqətən də el oldu, Qacar hücum elədi, Şuşanı aldı, qalanı öz əsarətinə keçirdi. Birinci elə Vaqifi zindana saldırdı. Amma bir şey deyim mi sizə? Vaqifi zindana saldı zaman, amma Vaqifə hörməti var idi. Nə mənada? Özü də qibdə edirdi onu. Həm siyasi xadim kimi, həm onun ağlına, zəkasına. Bilirsiniz, Vaqiflə, Səməd Vaqif dramında da Qacarla Vaqifin mükəmməl deyişməsi var. O deyişmədə də, məsələn, Səməd onun təxəyyülüdür ki, Vaqifin ağlına heyran qalır, hazır cavablığına heyran qalır və ona görə onu bir gəl sənə sarayda nüfuz verim, vəzifə verim, amma bir şərtlə farsça yaz. Farsça yaz. O da deyir, Farsın öz firdovisi var, yəni mənə öz şairi var, mənə nə ihtiyac var, belə. Onu da sizə bir şey deyim, Səməd Vaqifin deyir, bir gün Vaqifin Qazaxlıda ikisi də qəbrini ziyarət edir, gedib baxır ki, Vaqifin qəbrini ot basır, çox pis olur, başlayır o otun, qəbrin o tərəfini yolmağa, təmizləyir qəbri belə gül kimi, otları yola deyir, Vaqif, səni yaşadacam. Söz verirəm, səni yaşadacam, həqiqətən də yaşatdı. O Vaqif dramını yazdı, o dram mən desəm, bəlkə 20 dəfə az dramada o tamaşaya qoyulur, bəlkə də az deyərəm. Neçə dəfə qoyulur, qoyulsun, hər dəfə də yəni, anşlaq olur da azal, belə deyim, dolu olur cəmaatdan. Həqiqətən də yaşatdı. Adını yenə, elə bir ki, belə deyim də, adını lap Everest zirvəsinə qaldırdı, bax, o əsərlə. Vaqif sonra düzdür, Qacar zindana saldı salmana, amma ölümü Qacarın əlindən oldu. Qacar gecə Vaqifə ölüm hökmü kəsdi, amma bəli, gecə ilə öz adamları tərəfindən yatağındaca qətlə yetirildi, suiqəst hazırlamışlar ona, səhərə sağ çıxmadı və həbsxanadan çıxanda bir bax qəzəli var Vaqifin, indi adını yazacağım onu sizə, ictimai mövzuda yazılır. Vidadi, dostu Vidadiyə, dostu Vidadiyə müraciət edərək elə bir ki, yazıb o qəzəli. Vidadiyə deyir ki, ey Vidadi deyir, gərdişi, kirdarı kər rəftara bax, ruzigarə qıl tamaşa, kara bax, kirdara bax. Yəni, orada göstər ki, ey Vidadi deyir, dünyanın işinə bax, gör, axşam mənə ölüm hökmüdür, mənə ölüm hökmü kəsən insan bugün özü öldürüldü. Bugün özün ölüsü çıxdı saraydan. Yəni, dövranın gedişatına bax, hadisələrin gedişatına bax. Çıxdı həbsxanadan çıxmağına, amma o Məhəmməd Cavanşirin əlindən qurtara bilmədi. İbrahim xan Qacar hücum eləyən kimi Qarabağ eləcənə qoydu, qaçdı getdi Beyləqana. Qaçdı getdi. Şuşa qaldı Vaqifin əlində. Vaqif də qaça bilərdi, amma qaçmadı. Çünki Vaqifdə vicdan var idi, vətənpərvərlik var idi, qeyrət var idi. Şuşanı qoyub yad əldə qaçmadı. Gedə bilərdi halbuki. Vaqifi o İbrahim xanın qardaşı oğlu həbs etdi. Oğlu ilə bərabər edam etdirdi. Hətta sənə keçən də demişdim ki, Vaqif bir şey xahiş edir o Cavanşirdən. Çünki onsuz sağlığını, onun xaynalını çəkirdi, paxlığını çəkirdi. Çünki İbrahim xan bundan çox ona önəm verirdi Vaqifə. Nüfuzu ondan çox olur. Ona görə xaynlıq edirdi ona. Vaqif ona yalvarır ki, birinci məni öldür, onsuz öldürürsən də, sənin üçün fərqi nədir? Birinci məni öldür, sonra oğlumu. Onun ölümünü görməyim mən. O da onun canını yandırmaqdan ötürü qəsdən gözünün qabağında oğlunun başını kəstirdi. Bundan şok keçirən Vaqif özünə gedir. Vaqif öz ölümünü bilmədi. Özü edam olanda özündən xəbəri yoxdur. Çünki daha o onsuz ölmüşdü. Onsuz ölmüşdü. Ölünü öldürdülər də, belə deyil. İnsanın evladın gözünə damda o şəkildə başını kəsir. Kim dözər onu? Heç kim. Bax, bu şəkildə acı talih oldu. Vaqif nikbin şairdir, yadda saxlayın. Nikbin. Nikbin sözünü demişdik. Nikbin nə deməkdir? Şən, şux, deyən, gülən, həyatdan zövq alan, gələcəyə ümidlə baxan, pozitiv adam idi çox. Və bunun tam əksi dostu kim idi? Bədbin olan. Molla Vəli Vidadi. Aha, Molla Vəli Vidadi. Bu bədbin şairidir. Amma Pənah da ömrünün sonuna yaxın bədbin yaşayır.
Həyatı boyunca nikbin olub, amma hadisələrin gedişatı elə gətirdi ki, Vaqif də şikayətlənməyə başladı. Məsələn, görmədim müxəmməsində şikayətlənir. O bax qəzəlində eyibləri göstərir. Artıq sona yaxın Vidadiyə haqq qazandırdı ki, sən düz deyilmişsən. Düz deyilmişsən. İndi yaxşı, çünki Vidadi, Vaqifin keçdiyi yolları Vidadi artıq geri qayıdırdı. Vidadi yolları keçmişdi, sarayda dolmuşdu, demişdim sizə İrakliya sarayında yaşamışdı, həbs olmuşdu, o qədər xidmətinə rağmen onu orada həbs eləmişlər, vətən həsrəti çəkmişdi. Yəni, hər üzünü görmüşdü də həyatın. Ona görə bu insan bilirdi nə deyir, amma Vaqif çılğındır. Vidadi ona məsləhət də gördü, getmə saraya, eşitmədi. O misal var, deyir, bir müsibət, min nəsihətdən daha çox təsir edir insana. Vidadi önce nəsihət elədi, eşitmədi, ilahidə müsibət başına mı gələrdi? Başına gəldi, o da artıq geçdi. Nikbin şairdə 1. Realizmin əsasını qoydu, realizm. 2. Vaqifin şeirlərində olan o gözəllər ki var, tərənnüm elədiyi gözəllər, hamısı real qızlardır. Adına qədər çəkib, adını çəkib, görünüşünü deyil, elə portretini yaradı sözlə. Oxuyanda qız gözünün qabağında canlanır. Gözünün qabağında canlanır. Özdə qız da, nə qız? Pəri qoşmasını oxuyanda gözlər fışıldayacaq orada. 90-60-90. Hə. Sonra, Vaqifin yadda saxlayın, nəsr əsəri yoxdur. Eyni Nizami Gəncəvi kimi. Oxşar cəhət kimi götürərik. Bütün əsərləri nəzmdir. Sonra, epik növdə yazdığı əsər yoxdur. Yəni, o bu insan poema falan yazmır. Bütün əsərlərin lirik növdə, ancaq şeir yazır. Şeir. Bu şeirləri də hansı vəznlərdə yazır? Heca vəzni elə ilk bunda yazır, bir də buna üstünlük verir. Bax, heca çoxdur. Əruz vəznində də var. Məsələn, elə bax qəzəli əruz vəznləri. Qabana yazır mı? Bax. Bax qəzəli. Sonra görmədim müxəmməsi. Əruzda yazır. Görmədim. Görmədim müxəmməs. Bu qəzəldir, yadda saxlayın, o Vidadiyə ünvanlanır. Bunun janrı müxəmməsdir. Beşlik. Müxəmməs. İctimai mövzular. İkisi də ictimai mövzular. Yazır mı onlar? İctimai mövzular. Heca vəzində ən çox üstünlük verib bu insan qoşmaya. Ya da saxlayın, Vaqif gəraylı yazılır. Bura yazıram gəraylı usta xət çəkir. Test işlərində də belə dursun, baxmağınız üçün. Heca vəzində yazsa da gəraylı janrında yazmayıb. Onun canı, qanı olub qoşma. Qoşmada da, bunun məhəbbət mövzusunda da qoşmaları var. Məhəbbət. Gözəlləmələri də var. Gözəlləmə. Qoşmanın növləri var idi, bilirsiniz, məhəbbət mövzusunda var, gözəlləmə, ustadnamələr. Bu məzmunca qoşmanın növləridir. Bəs deyişmələr var idi, bəs formaca qoşmanın növü nə idi? Aysa bu təcniz. Gözəlləmə, bax bu gözəlləmələr, o pəri qoşması indi bizim keçəcəyimiz. Buraya yazıram, pəri. Məhəbbət mövzusunda düz orada lirik qəhrəmanın olan sevgisi də var, amma qızın gözəlliyinə o qədər üstünlük verib, o qədər yəni ona önəm verib ki, ona görə biz ona deyirik, pəri qoşması gözəlləmədir. Amma məhəbbət mövzusunda da qoşmaları çoxdur. Hətta ictimai mövzuda da qoşması var. Məsələn, bax, hayır ki yoxdur, onu da buradan yazaq. Hayır ki yoxdur. Aha. O yadınıza gəlir, bunu biz erkən yeni dövrü keçində dedik, ilk dəfə Azərbaycan ədəbiyyatında Azərbaycan coğrafiyasının Kür qırağının təsvirini verir. Həmin əsərdir. Bax, bugün keçirik, hayırca yoxdur. Yaşıl başlanasa, düz biz heyif deyirik, hayif ki yoxdur. Ucu tərcıqalı, siyah tellərin hərdən tamaşası hayif ki yoxdur. Bugün bax, bunu 7 bənddən ibarətdir, qəşəng qoşmadır. Bu da 5 bənddən ibarətdir, bu da gözəl qoşmadır. İndi gərək danışaq sizə nədir? Vaqifin yəni məhəbbət, gözəlləmə, ictimai mövzularda yazır. Vaqif kimə gözəl deyirdi? Hər yetən gözələ gözəl demərəm deyir. O ayrıca bir qoşmadır, bax onunla bunu səhv salın. Pəri qoşmasında bu fikir yoxdur ha. Hər yetən gözələ gözəl demərəm. Bu fikir, indi bu deyəcəyim fikirlər. Pəri qoşmasında, səhvən sallar pəri qoşmasında belə deyil, pəri qoşmasında onu demir. O, Vaqif
yaradıcılığında bəs olunan mövzudur. Yəni, onun gözəl haqqında ümumi fikirlərdir. Bu ayrıca qoşmadır, onun kitabınızda yoxdur. Mən onu internetdən götürüb nüsxələmişəm. Onu qrupa göndərəcəm, baxarsınız. O ayrıca bir qoşmadır. Onunla fərqini səhv salmır. Vaqif kimə gözəl deyirdi? Yəni, o elə qızın mütləq xarici görünüşü gözəl olmalıdır. Bəli, gözəl qızlar var ki, baxırsan, xarici görkəmi çox gözəldir. Amma ağzını açdı, kür baş aşağı, axıt getsin. İndi Vaqifin dediyi odur ki, kimə gözəl deyir? Gözəl dediyində həmi xarici görünüş özünə diqqət eləməlidir. Xarici gözəlliyi olmalıdır. Həm də o insan mənən gözəl olmalıdır. Onun daxili də gözəl olmalıdır. O, oturuşunu, duruşunu bilməlidir. Ədəbi əxlaqı olmalıdır. Sonra nazlı qəmzəli olmalıdır. Ağıllı, kamallı olmalıdır. Gözələm, ağlım yoxdur. Vaqif ona gözəl demir ki. Vaqif ona gözəl demir. Gözəl deyində daxili və xarici gözəllik vəhdətli olmalıdır. Ağlı, kamalı, zəkası, oturuşu, duruşu. O pəri dediyi elər qızlardan. O pəriyə ölkə yaraşığı ellər gözəli deyir. Boşuna elə demir. Bu qız tanıdığı bir qızdır. Nə görübsə onda, demək bu qızda hər şey yerindədir. Hər şey yerindədir. Nazı, qəmzəsi, oturuşu, duruşu, gülüşü. Kim çatıra bildi mi? Yoxsa sonra şeir qoşmazdı ki o. Elə hər getələ şeir qoşmuyor ki var. Eyni bizim pəridən danışır. Bizim pəridən. Maşallah, hər şey yerindədir. Pəri, indi bu şeir sənə həsr olur. Oxuyacağımız şeir sənə gəlir, biləsən. Gözəlliyi yerində, ağlı, zəkası, savadı, hər şey var. Başlayaq mı şeirlərə? Demək, nə yazdır? Əruz vəzni, necə vəzni? Necə də fərqli? Ya, nə? Orada deyirəm, hər azdır. Bizim əsmərdir bizim. Bu əsmər. Qara kişmiş cibə görünür də. Onun şirinliyi bir başqa. Yalnız lirik növdən, yalnız nəzmlə, hər iki vəzində yazıb. Necə əruz vəzni, janrlardan qoşma, ən çox gəraylı yazmayıb, qəzəl müxəmməs yadda qaldı mı? Asandır, çox asandır. İndi gəlin izahlara keçək. Şeirdə testə düşən şeylərin altına xəttləyək. Bir də mən nazik yazan qələmim var. Yox, qələm, qaranlıq istəməm. Yaxşı. Hə, burada uşaqlar həyatında bir şeirdə var, həyat yaradıcının içində. Yaradıcına baxın. O zəmanəsində mövcud olan bütün təbəqələrin mənsub insanları bir-birini İlayla söhbət edirsən. O şeir ictimai mövzuda yazılır. Buna diqqətli olun. Xalq sultanı, xalq dərvişi, gəda bir ittifaq. Sultan, gəda, ittifaq var artıq bunların arasında. Özlərin qılmış giriftarı, yəni dərdi fəraq. Cifiri dünyayədir hər ehtiyacı iştiyaq. Munca kim etdim tamaşa, sözlərə astım qulaq. Bir də bir şey deyim, yadından çıxmamış. Bunu da vurğuluyorum. Vaqif, erkən yeni dövrdə demişdik bunu, amma yenə deyək. Vaqif yaradıcılığında sadəlik, xəlqilik, realizm, bunlar hamısı onun bütün şeirlərində demək olar ki, görə bilərik. Dili çox anlaşıqlıdır, hətta əruz vəzinə yazdığı şeirləri belə oxunaqlıdır. Çünki xalq danışıq dilinə yaxın yazır. Xəlqilik, sadəlik burada özünü göstərir. Yaxşı, istəsəz yaza bilərsiniz. Xəlqilik, sadəlik, nikbinlik, realizm, yəni Vaqif yaradıcılığı üçün xas olan xüsusiyyətlər. Sadəlik, xəlqilik, realizm, nikbinlik. Nikbinlik. Yaxşı, indi gəlin. Ala gözlü, sərb boylu. Biri var, bura baxın, bu ikisini deyim. Biri var, bax qəzəli. Bu ictimai mövzudadır. Biri də var, bəri bax qoşması. Bunlar ayrı-ayrı şeylərdir. Bəri bax, bu qoşmadır, heca vəznində yazılır. Heca vəznində yazılır. Bu ikisi ayrı-ayrı şeirlərdir, ha. Bəri bax, ala gözlü, sərb boylu dilbərim. Bəri bax, rədifdir burada. Həsrətin çəkdiyim canan, bəri bax. Gecə, gündüz, fikrim, zikrim, əzbərim, üzüldü taqətim, aman, bəri bax. Bu, dedim ki, məhəbbət mövzusunda da yazır. Bu deyil məhəbbət mövzusu. Bu da sayın lirik qəhrəman, sevən aşiq. Nümunə üçün, Dabrəsənin bundan onu qarışdırmıyor, məhəbbət mövzusunda. Keçdik pəriyə. 5 bənddən ibarətdir, lirik növdədir, qoşmadır janrı, gözəlləmədir.
İndi gəlin baxaq görək Pəri necə qızdır ki, bunun Vaqifin ağlını başından alıb. Boyun sürahidir, bədənin billur. Sürahi nədir? O su qabı olur, belə uzun cürdək. Oha, boyunun uzunluğunu ona bənzədir. Uzun boğaz, şüşə qab. Ah. Gərdən buradır, bax bura, bu hissələr. Gərdənin çəkilmiş minadan Pəri. Mina da o parlaq şüşə, sanki yəni o qədər par-par parıldayır, dümmaqdır, qız par-par parıldayır, elə bilirsən, büllurdandır qız, elə parıldayır. Sən ha bir sonasan, cüda düşmüsən, bir böyle yaşılbaş sonadan Pəri. Sona o yaşılbaş ördəklər var, o çayda üzvlər. Onlara baxmısınızmı? O qədər Allah Teala elə bir ki, rəsm. Ne olur? En böyük rəssam Allah deyir. Çünkü Allah kimi renkleri birbirine tutuşturan, o gözəlliyi yaradan rəssam mümkündür ki, tapasan. O yaşılbaş sonaların üstündeki o bir renge çalan o renkler var. Ha, insanın ağlını başından alır. Gözəldilər, rəngarənglikdə gözəldilər. Bax, elə o qız o qədər gözəldir ki, elə bil ki, o yaşılbaş sonadan cüda düşüb, ayrı düşüb, ayrı düşüb. Gözəlliyinə görə deyir də. İxtilafın şirin, sözün məzəli. Şəkər gülüşündən canlar təzəli. Eller yaraşığı, ölkə gözəli. Altdan xətt çək. Deyir ki, şair Pərini eller yaraşığı, ölkə gözəli deyir. Düzgün ki, bəli, düzdür, bu var. Nə gözəl doğubsan anadan Pəri. Bax, Pəri anadan gəlmə gözəldir. Bax, nə gözəl doğubsan anadan. Yəni, sən doğuşdan gözəlsən. Sonradan qazanılan gözəllik deyil. Təbii gözəlsən. Hə, özü necə qızdır? İxtilafı, yəni, sözü, söhbəti şirin. Güləndə insana can gəlir. Güləndə canlar təzəlir, nədir? Elə bir sənə yeni bir can gəlir. Dünyaya təzədən gəlirsən. Gülüşü o qədər gözəl. Və qızı nə adlandırdı? Eller yaraşığı, ölkə gözəl. Yəni, sənin kimi gözəl yoxdur da ölkədə. Üz yanında tökülübdü tel nazik. 90-60-90 gəlir. Ürəyindən, o da var. Gözü pışıldayır. Üz yanında tökülübdü tel nazik. Sinə meydan, zülf saç demək. Sinə meydan, zülf pərişan, açıq saçını belə. Bel nazik. Aha. Ağız nazik, dodaq nazik, silikon deyil da. Ağız nazik, dodaq nazik, dil nazik. Ağ əllərin, əlvan, hənadan, pəri. Həna xına. Qızlar əllərinə ki, belə xına qoyulur. Hə, necə qızdır? İncə belli, uzun saçlı, tel tökülü bizə, bel nazik, bəh. Aha, ovçusu olmuşam sən təhmaralım. Gəl də olma. Çıxmaz xəyalımdan hərgiz xəyalım. Əlliyin, kirşanın, qızlar bilər, yaxşı bilərlər. Neylər camalın? Sən elə gözəlsən binadan, pəri. Bina başdan binadan deyil. Sən ki belə gözəlsən, özünü ovçuya bənzətdi, gözəllikdə bu. Yaxşı. Oradan baxarsan, dayansa deyərsən sən olmasa. Hayır ki, yoxdur. İctimai mövzudadır. İctimai mövzudadır. Demək, Kürd qırağının, onu bilən bilir, yeni gəlinlər üçün deyir. Bu şeir nə üçün yazıb, hansı səhvdə yazıb? Rəvayətə görə deyir, İbrahim xan Kürd qırağına çevrəsini də yığır, Kürd qırağına istirahətə gəlir. Bu xan da əgər ora gəlibsə, ona məlum məsələdir ki, pay gəlməlidir. Yəni, əhali məcburdur buna yemək gətirirlər, pay gətirirlər, süfrə açırlar və cəmaat artıq yorulur, çatdıra bilmir, imkan yox, bezir və bunu da xana deməyə qorxurlar, cəsarətləri çatmır. Necə desinlər, çıx get buradan. Toxun acıdan nə xəbəri, İbrahim xan da öz üçün yiyib-çıx keyfindədir. Vaqifə deyirlər, dəftərdə ki, bəs belə-belə də biz gələ bilmirik ötəsinə. Vaqif o yüzden bu şiiri yazıb və İbrahim xana oxuyur bu şiiri və bu şiirdə özünüz də baxın, indi görəcəksiniz ki, yəni Kürd qırağının yaxşı tərəflərini də açıqlayır. Çatışmazlıqlarını, problemlərini də sayır. Aha, axırda da deyir ki, yenə yada düşdü bizim sənədlər.
belə yerdə qalan vallahi vərəmlər. Yəni beyninə yeridi ki, Qarabağ buradan daha yaxşıdır. Qarabağın gözəlləri yadıma düşdü, ora yadıma düşdü, ora üçün artıq darıxaraq. Məncə getsək yaxşıdır. İbrahim xan da bu şeirdən sonra həqiqətən də təsir altına düşür. Vaqifin yanına düşür, bunlar çıxırlar, Qarabağa gedirlər və cəmaatın canını qurtarır. İndi gəlin bu şeirə baxaq, görək burada yaxşı tərəf nədir, çatışmazlıq nədir? Kür qırağının əcəb seyrəngahı var, yaşılbaş sonası hayif ki yoxdur. Ucu tər cığalı, siyah tellərin, hərdən tamaşası hayif ki yoxdur. Bax, seyrəngah hara deyirsiniz, seyrəngah? Seyr elədiyiniz Kür qırağının nəyi var deyir, gözəl nəyi var? Əcəb, yəni gözəl. Gözəl mənzərəsi var. Bax, Kür qırağının gözəl mənzərəsi var. Seyr et, yəni gəzməyə çıx. Seyrəngah gəzməyə çıxdığımız seyr elədiyimiz yerlər. Seyr etmək üçün mükəmməl təbiəti var, gözəllikləri var. Amma yaşılbaş sonası hayif yoxdur. Kür çayında yaşılbaş sona yoxdur. Olsa daha yaxşı olardı, yoxdur, çatışmazlıq bu. Ucu tər cığalı siyah tellərin, yəni söhbət qızlardan gedir, hərdən tamaşası hayif ki yoxdur. Siyah qara deməkdir, qara tellərin. Qış günü qışlağı qıraq basar altından xərçək, bax bu da bir ərazi adıdır, Kür qırağında ərazinin adıdır. Qış günü qışlağı qıraq basarın, gözüdür aranın cümlə cahanın. Bu qıraq basar təkcə aranın yox ha, axtarsan dünyanın, yəni dünyada ən yaxşı qışlaq yeridir. Ən yaxşı qışlaq, qışı keçirmək üçün mükəmməl yerdir. Belə gözəl yerin, gözəl məkanın bir gözəl obası hayət ki yoxdur. Baxın, ərazi gözəldir, amma kənd sala bilməyiblər burada. O da imkandan irəli gəlir. Kənd salmaq üçün madiyyat lazımdır. Belə gözəl yerdə çox heyif ki, bir normal oba kənd şərait yoxdur. Şərait yoxdur. İqlimi, havası, hər şey çox gözəldir. Amma şərait yoxdur. Yaşamaq üçün, qalmaq üçün şərait yoxdur. Oba, kənd yoxdur. Elə gözəl var bunların içində, ələ düşməz hərgiz Çin nümayişində. O vaxtı dünyanın ən gözəl qızları Çin qızları sayılırdı. Çin qızları. Burada elə gözəl qızlar var ki, Çində axtar tapmasan belə gözəl. Söyləyən, oynağan, dürüst biçimdə bəzəyi libası hayır ki yoxdur. Bax, gəncdirlər, ən çılğın vaxtlardır. Deyən, gülən, oynayan, şən-şən. Yaxşı, neçənci bənddə qaldı? Ucu əşrəfəli bulud kimi saç, qızların hörüyü o qədər yoğundur ki, belə qalın, gür. Elə bilirsən bulud da arxada bu kürəkdə. Ucu əşrəfəli bulud kimi saç, dağ gərdəndə arxanı deyir buranı. Hər hörüyü bir qulaç, qulaç, yəni çox qalındır. Kəlağaya əlvan qəsabə qıyğac, altından cunası hayır ki yoxdur. Adətən bu görərsiniz, o hicab taxan qadınlarda görərsiniz, kəlağayın altından burada saç görülməsin deyə belə bir şey taxırlar. Nə deyirlər ona? Poni. Hə, indi bu hicab geyinənlər bilər. İndi bu qızlarda fikir ver, Nusrat Qəsəbəli demiş, biri var, biri yox. Kəlağayı var, altının cunası yoxdur. Altının cunası. Yəni bu da kasıblıqdan irəli gəlir. Zər haşiyə al nimtələr üstündə, xallar üz yanında, çənə üstündə. Buxağın altında, sinə üstündə zülfün burulması hayır ki yoxdur. Zər haşiyə al nimtənə üstündə, o zər haşiyə, o nimtənə düymələrdir, zər haşiyə qırağı zərri düymələridir. Bax, baxırsan xalla, çənədə xallar, o xal ayrıca gözəllik verir o qızlara. Buxağın altında sinəsi, burada qısacası, baxın. Baxımlı qadınlar adətən belə saç açıq, o özünə baxan, özündən oynayan saç açıq gəzir də, saçını atır. Bu yazıq, bu yetimlər, bu kənd həyatı sürən, bütün günü işləyir. Bunun saçını açıb tüymək arasında yaraşır. İş görərsən, nə edirik? Birinci saçımızı toparlayırıq, mane olmasın, düzdürmü? Bax, baxırsan, bu vaqif bir dənə saç açıq qız görmədi. Niyə görmədi? Çünki yazıqlar saçını bir dənə hörükdür, atır, yığır, atır, başlayır işini görməyə. Amma
Saçı açıqla saçı yığıla bildimi? Xeyr, saçı açıq qadını daha havalı göstərir, daha gözəl göstərir, daha baxımlı göstərir. Yəni Vaqif gələndən sonra bir dənə saç açıq bu sinədə bir zülf burulsun, tökülsün, dağılsın görmədim. Pəridə deyirdi. O tel tökülür, zülf burulur. Görürsən, pəri baxımlıdır. Amma bu yox. Bu yox. Ayna tutub hərdəm camal görməsi, hərdən yəni hər zaman, hər an. Zülfə zənaqdana sığal verməsi. Səhər ala gözün siyah sürməsi. Əlinin hənası hayır ki yoxdur. Bax, qızlar çox gözəldilər, amma baxımsızdılar. Baxım üçün də məlum məsələdir ki, maddiyyat lazımdır. Bax, bu qızlarda nə yoxdur? Vaxtı yoxdur ki, güzgünü tez-tez güzgülənsin. Buna vaxtı yoxdur, bu insan bütün gün işləyir. Güzgü tutsun, bəzənsin. Gözünün sürməsi. Hər şeydə var. Vaqif əllikdən Kürşandan danışır. Yoxdur, pəri nətər çəkir olar. Yani soruşma olayı olmasına hardan verir bunlar? Vaqif Bey, onu Vaqifə soruşma. Adı niye Vaqif'dir? Her şeyi bilir. Elə bax, pəri demiş, hər şeyə Vaqif. Hər şeydən İlayda demiş, hər şeydən başı çıxır. Salonda sen iş. Zənəfdan nədir? Çənədə batıq. Qəmzə yanaqda batıqdır. Qəmzə yanaqda batıqdır. Zənəfdan çənədə batıqdır. Yəni bunda nədir? Səhər ala gözün, bax gözlər alan, gözəldir, amma sizin sürməsi yoxdur. Bəzəyi düzəyi yoxdur da, baxımsızdılar. Vaxtı yoxdur ki, dursunuz hər gün saçına sığal versin. Əlinin xınası. O xına da baxımdır da, gözəllik göstərir. Bəzirlər xına ilə əlinə, xına da yoxdur əlində. Bu Qarabağın o qızlarını görür, elit qızlarını. Gəlib indi bunlar hakik kasıb qızlardır. Vaqif haqdan dilər lütfü kərəmlər, haqdan yəni haqlı olaraq, Allahdan dilər lütfü kərəmlər. Belə yerdə qalan vallahi vərəmlər. Yenə yada düşdü bizim sənənlər, getməyin binası hayf ki yoxdur. Bizim sənən deyərkən, Qarabağın qızları. Yəni, mən haqlı olaraq sizdən lütf edirəm, xahiş edirəm ki, çıxaq, gedək. Belə yerdə qalan, vallah vərəmləyər. Yadıma düşdü bizim Qarabağın gözəlləri. Hayır ki, getmək haqqında fikirləşmişsiniz. Getməyin binası, hayır ki, yoxdur. Ondan sonra İbrahim deyib, durun, yığışın, gedin. Bildi bunu da testlərlə başlaya bilər. Sual cavab eləyək mi? Yoxsa löpədə var mı?